Salam, hər vaxtınız xeyir olsun. İlk öncə sertifikasiya imtahanında uğur qazanan bütün müəllimləri təbrik edirəm. Fərqi yoxdur, mənlə hazırlaşan müəllimləri, digər müəllimləri hər kəs təbrik edirəm. Nəticələriniz həmişə gözəl olsun, həmişə sevinəsiz və bizləri də sevindirəsiz. Amma bir məsələyə toxunmaq istəyirəm, toxunmaya bilməzdim. Bu məsələ dünəndən məni narahat eləyir. Kimya müəllimlərinə qarşı olan haqsızlığa məncə susmamalıyıq. Kimya müəllimlərinə qarşı çox böyük haqsızlıq oldu. Necə olur ki, Tibb Universitetinə 30-a 30 kimya yazdırmağı bacaran müəllim Tibb Universitetinə 600 plus, 650 plus, hətta mənim tanıdığım müəllimlər içərisində 700 balla nəticə göstərən, şagirdi nəticə göstərən müəllimlər özləri 50 plus nəticə göstərə bilməyiblər. Bu kimya müəllimlərinə qarşı böyük bir haqsızlıq olduğunun əyani sübutudur. Yəni kimya müəllimlərinə elə bir məsələlər salınıb ki, o müəllimlərin vaxtı çatmayıb ki, digər suallara baxsınlar. Yəni riyazi səviyyəsi çox dərin, bir neçə mərhələli məsələlər salınıb. Bu da digər fənlərlə müqayisədə kimya müəllimlərinə qarşı haqsızlığın olduğunun bariz nümunəsidir. Ona görə də mən düşünürəm ki, bu ədalətsizlik aradan götürülməlidir. Kimya müəllimləri susmayın, hər biriniz müraciət eləyin. Mən inanıram ki, Təhsil Nazirimiz bu məsələni araşdıracaq, aydınlaşdıracaq və bu ədalətsizlik aradan qaldırılacaq.